Salam yoldaşlar. Bizim bugünkü mövzumuz Mulus 16 torpaq tikilik avadanlıqlar standartı mövzusu ilə əlaqəli məsələnin həlli olacaqdır. Qeyd edək ki, məsələmiz Dövlət İmtahan Mərkəzi tərəfindən sınaq imtahanının demo versiyasında istifadə olunmuş məsələdir. Mən vaxtımız çox getməsin deyə məsələnin izahını sağ tərəfdə qeyd eləmişəm. Hesablama 1, hesablama 2, hesablama 3 və hesablama 4 tərkibində və burada da məsələnin izahını yazmışam, həllərini. Məsələnin şərti burada verilib. Eyni zamanda üstədə bizə bir cədvəl verilmişdir, məlumat xarakterli. Aşağıda da bizdən bunları tələb edir. Birinci olaraq məsələnin şərtini oxuyaq. Müəssisə yenidən qiymətləndirmə modelindən istifadə edir. Bu bizə bir data verir ki, bildiyimiz kimi 16 nömrəli standarta əsasən müəssisə sonraki ölçmə zamanı ya ilkin dəyər modelindən ya da yenidən qiymətləndirmə modelindən istifadə etməlidir. Burada yenidən qiymətləndirmə modelindən istifadə edir. 31-12-2025-ci il tarixində B avadanlığının ədalətli dəyəri 514.000 manat dəyərində qiymətləndirilmişdir. Və son qalıq dəyərində və faydalı istifadə müddətində heç bir dəyişiklik olmamışdır. Bu da bizə bir datadır. 2004, 2005, 2006-cı illərdə B avadanlığı sırası ilə, diqqətli olaq, sırası ilə 9.000, 8.000 və 10.000 saat istifadə edilmişdir. A avadanlığının amortizasiya ayırmaları üçün azalan qalıq metodundan istifadə olunur. Faiz dərəcəsi 30%dir. Və yenidən qiymətləndirmə ehtiyatından torpaq tikili avadanlıqlar standartının icazə verdiyi məbləğin hamısını bölüşdürülməmiş mənfəətə tanıyır. Sual 1-dən başlayaq, görək bizə sual 1-də nə istəyir? Sual 1-də belədir. 31-12-2025-ci il tarixində maliyyə vəziyyəti haqqında hesabatda torpaq tikili və avadanlıqlar məbləğində A avadanlığının balans dəyəri nə qədərdir? Bizdən A avadanlığının balans dəyərini soruşur. Gəlin A avadanlığının balans dəyərini tapaq və izahını yazaq. Bunun üçün yoldaşlar A avadanlığının ilkin dəyəri bizə burada cədvəldə verilmişdir. Gördüyünüz kimi bizə burada A avadanlığının ilkin dəyəri, yığılmış amortizasiya, son qalıq dəyəri, yəni ləğv etmə dəyəri, faydalı istifadə müddəti, bir də amortizasiya metodu verilmişdir cədvəlimizdə. Bizə faydalı bildiyimiz kimi azalan qalıq metodunda faydalı istifadə müddəti bizə lazım deyil. Eyni zamanda ləğv etmə dəyəri də bizə sonda lazım olur ki, bu da hazırda bizim məsələnin şərtinə görə bizə lazım deyil. İlkin dəyərimiz 300.000 manatdır. Biz 300.000 manatdan yığılmış amortizasiyanı çıxacağıq. Nəyə görə? Çünki bu avadanlıq artıq bir il amortizasiya olunub, 2024-cü ildən bu istismara verilir. Bir il amortizasiya olunub ki, bunun 90.000 manat yığılmış amortizasiyası bizə cədvəldə verilmişdir. Biz avadanlığın ilk öncə qalıq dəyərini tapmalıyıq. 01.01.2025-ci ilə qalıq dəyərini tapmalıyıq və sonra biz onu 30%-ə vurub 2025-ci ilin sonuna onun balans dəyərini tapmalıyıq. Bunun üçün hesablama 1-ə baxaq. 01.01.2025-ci il tarixinə qalıq dəyəri bərabər olacaqdır. 300.000 manat çıxılsın 90.000 manat. Bərabərdir 210.000 manat deməli bizim avadanlığın qalıq dəyəri. Deməli bizim avadanlığımızın qalıq dəyəri 01.01.2025-ci il tarixinə 210.000 manatdır. Diqqətli olaq. Bəzən yoldaşlar bunu 300.000 manat kimi götürür və 30%-ə vurur, amortizasiyanın qalıq dəyərini yazır və amortizasiyanı yazır. Bu səhvdir. Çünki biz yığılmış amortizasiyaya diqqət eləməliyik. Əgər yığılmış amortizasiya varsa, biz bunu avadanlığın ilkin dəyərindən çıxıb, yerdə qalan balans dəyərini deməli 30%-ə vurub amortizasiya eləməliyik. Biz də 31-12-2025-ci il tarixinə amortizasiya məbləğini hesablasaq, görərik ki, 210.000 manatı 30%-ə vurub 63.000 manat amortizasiya məbləği tapırıq 2025-ci il üçün.
və biz 31-12-2025-ci il tarixinə avadanlığın balans dəyərini tapmaq istəsək, bu zaman 210 min manatdan 2025-ci il ərzində yığılmış 63 min manat amortizasiya məbləğini çıxarıq və bu zaman 147 min manat bizim avadanlığımızın balans dəyəri deməli qalmış olacaqdır. Bu da bizim sualımızın sual 1'in cavabıdır. 147 min manat. Sual 2'ye baxaq. Yoldaşlar, görək sual 2'də bizdən nə istəyir? Artıq biz sual 1'i həll elədik. Keçirik sual 2'yə. Deməli, sual 1'i həll eləmişiksə bunu buradan qızarda bilərik. Sual 2'də 31-12-2025-ci il tarixində bitən il üzrə mənfəət və zərər haqqında hesabatda B avadanlığı ilə əlaqədar amortizasiya xərci nə qədərdir? Bizdən B avadanlığına görə yaranmış amortizasiya xərcini soruşur. Gəlin bunu da tapaq. Biz B avadanlığına görə yaranmış amortizasiya xərcini tapmaq üçün nə edirik? Bizə gördüyünüz kimi burada B avadanlığını istehsal vahidi metodu ilə amortizasiya etməyi deməli göstərir. Biz bunun üçün istehsal vahidi metodunun necə idi düsturu? İlkin dəyərdən çıxırdıq ləğv etmə dəyərini və bölürdük avadanlığın ümumi istehsal gücünə. Biz bunu burada nə edirik? Bunu tapmaq üçün ilkin dəyərdən, yəni 500 mindən çıxırıq ləğv etmə dəyərini nə qədərdir? 100 min və bölürük avadanlığın ümumi istehsal gücünə. Avadanlığın ümumi istehsal gücü 40 min saat qiymətləndirilmişdir. 40 min saata böldükdə biz 1 saata düşən amortizasiya məbləğinin 10 manat olduğunu görürük. Yəni biz bu avadanlığın ümumi istehsal gücü təyin olunub ki, 40 min saatdır. Əgər müəssisə bu avadanlığı 1 saat istifadə eləsə, ona 10 manat amortizasiya məbləği silməlidir. Və biz baxırıq ki, bizdən 2025-ci il tarixində mənfəət və zərər haqqında hesabatda nə qədər amortizasiya xərcinin olduğunu soruşur. Biz də bilməliyik ki, 2025-ci il tarixində müəssisə bu avadanlığı neçə saat istifadə eləmişdir və bu məlumatlar bizə gördüyünüz kimi cədvəlimizdə verilir. B avadanlığı sırası ilə 9000 saat, 8000 saat və 10000 saat istifadə olunur. Deməli, bizim avadanlığımız 2025-ci ildə 8000 saat istifadə olunmuşdur. Beləliklə 8000 saatı 10 manata vurduqda biz avadanlığın 2025-ci ildə amortizasiya xərcinin 80 min manat olduğunu da buradan tapmış oluruq. Və ikinci sualımızın cavabı da nə qədər olur? 80 min manat. İkinci sualımızı da buradan rəngləyək. Bu da getdi. Baxaq görək bizdə üçüncü sualda nə istəyir? Üçüncü sualımızda isə 31-12-2025-ci il tarixində maliyyə vəziyyəti haqqında hesabatda avadanlıqlar ilə əlaqədar yenidən qiymətləndirmə ehtiyat məbləği nə qədərdir? Qeyd etdiyimiz kimi müəssisə yenidən qiymətləndirmə modelini seçmişdir və avadanlıqlarını yenidən qiymətləndirir və B avadanlığının da ədalətli dəyəri 514 min manat dəyərində qiymətləndirilmişdir yoldaşlar. Yoldaşlar, biz yenidən qiymətləndirmə məbləğini tapmaq üçün yenidən qiymətləndirmə tarixinə avadanlığın balans, yəni qalıq dəyərini tapmalıyıq. Bunun üçün biz nə etməliyik? Avadanlığın ilkin dəyərindən bu tarixə qədər, yəni 31-12-2025-ci il tarixinə qədər olan amortizasiya ayırmalarını, yəni yığılmış amortizasiyanı çıxırıq və həmin tarixə avadanlığın balans dəyərini, qalıq dəyərini bilmiş oluruq. Yəni biz burada görürük ki, avadanlığın ilkin dəyəri olub 500 min manat.
500 min manat olduqdan, ilkin dəyər olduqdan sonra biz bunu 2 ildə amortizasiya eləmişik. Birinci ildə amortizasiya, yəni yığılmış amortizasiya 90 min manat idi. Bu 90 min manatı 500 mindən çıxıram. Daha sonra 2025-ci ildə də mənim 80 min manat amortizasiya xərcim var idi. Baxın, buradaydı amortizasiya xərcim 80 min manat. Bu 80 min manatı da 500 mindən çıxıram. Və burada qalır deməli 330 min manat. Deməli, bizim avadanlığımızın dəyəri 330 min manat 31-12-2025-ci il tarixinə, baxın burada yazmışam, avadanlığımızın balans dəyəri oldu 330 min manat. Bəs bu tarixdə 31-12-2025-ci il tarixində mənim avadanlığımın yenidən qiymətləndirmə nəticəsində yeni yaranan dəyəri nə qədərdir? Mənim bu avadanlığımın 31-12-2025-ci il tarixində yeni yaranan dəyəri 514 min manatdır. Deməli, mənim avadanlığımın qiyməti nə qədər artıb? Gəlin baxaq, 514 min manatdan 330 min manata çıxıram və mənim avadanlığımın dəyərində 184 min manat artım olduğunu, yəni yenidən qiymətləndirmə üzrə ehtiyat məbləğinin 184 min manat olduğunu görürəm. Və bu da bizim üçüncü sualın cavabı olaraq qeyd olunmaqdadır. Üçüncü sualımızı da gəlin rəngləyək, bunu da yazdıq, izahını verdik. Və sonuncu, dördüncü sualımız qalır. Dördüncü sualımız biraz, belə deyim, nisbətən digər suallara baxanda biraz çətindir, belə deyim. Yəni, biraz çox hesablama istəyir. Mən burada qısacasına yenə də bunu yazmışam, bacardığım qədər. 31-12-2006-cı il tarixində yenidən qiymətləndirmə ehtiyatından bölüşdürülməmiş mənfəətə köçürülən məbləğ nə? Yoldaşlar, bu nə deməkdir? Bu o deməkdir ki, biz yenidən qiymətləndirmə etməsəydik, yəni yenidən qiymətləndirmə, avadanlığı yenidən qiymətləndirmə etməsəydik, 31-12-2006-cı il tarixində nə qədər amortizasiya xərcimiz olardı? Yenidən qiymətləndirmə etdik, 31-12-2006-cı il tarixində amortizasiya xərcimiz nə qədər oldu? Və bu aradakı fərq ki var, bu aradakı fərqi biz standart icazə verir ki, bu aradakı fərqi biz bölüşdürülməmiş mənfəətə transfer edək. Yenidən qiymətləndirmə ehtiyatından bölüşdürülməmiş mənfəətə transfer edək. Yəni, bu sualı tapmaq üçün biz nə edirik? Birinci, avadanlığı köhnə dəyərlə, yəni, belə deyim də, avadanlığı köhnə dəyərlə amortizasiya eləyirik. Görək, 2006-cı ildə nə qədər amortizasiyamız olardı? Onu tapırıq. Sonra isə yeni dəyərlə, yəni 514 min manatla başlayırıq 2006-cı ilə amortizasiya edirik, onu tapırıq. Sonra aradakı fərq isə bizim həmin o yenidən qiymətləndirmə ehtiyatından bölüşdürülməmiş mənfəətə köçürülən məbləğ olacaqdır. Gəlin sualın izahına başlayaq. Mən burada yazmışam 31-12-2026-cı il tarixində amortizasiya məbləği, qabağına da yazmışam ki, yenidən qiymətləndirmə olmasaydı nə qədər olardı? Baxın, əgər biz yenidən qiymətləndirmə etməsəydik, o zaman bizim avadanlığımızın bir saatına düşən amortizasiya məbləği, baxın bura, 10 manat olaraq tapmışdıq. Hansı dəyərə uyğun tapmışdıq? Yenidən qiymətləndirmə etməmişdən əvvəlki dəyərə uyğun bir saata düşən amortizasiyamız 10 manat idi. Yəni, ilkin dəyəri 500 minə uyğun tapmışdıq biz bunu ki, bizim avadanlığımızın bir saata işləməsinə 10 manat amortizasiya məbləği düşüb. Və 2006-cı il tarixində isə biz avadanlığı 10 min saat istifadə eləmişik. Yəni, yenidən qiymətləndirmə etməsəydik,
10.000-i vuracaqdıq nəyə? 10 manata. Bu da bizə 2006-cı il, 2026-cı il tarixində deməli 100.000 manat amortizasiya xərci verəcəkdir. 100.000 manat amortizasiya xərci verəcəkdir. Daha sonra növbəti izah 31-12-2026-cı il tarixinə yeni dəyərlə 1 saata düşən amortizasiya. Yeni dəyərlə 1 saata düşən amortizasiyanı tapmaq üçün nə edirik? Burada deyəsən yarısı düşmüyor bu izahın. Yazarım. İşte var burada yoxdur. Bir dəqiqə. İndi düşdü. 2026-cı il tarixinə yeni dəyərlə 1 saata düşən amortizasiyanı tapaq. Yəni bizim artıq yeni dəyərimiz 514.000 manat olub. 514.000 manat olub. Bizim ləğv etmə dəyərimiz isə dəyişməz olaraq qalır. Baxın, burada vermişdir. Faydalı istifadə son qalıq dəyərində, yəni ləğv etmə dəyərində heç bir dəyişiklik olmamışdır və bunu biz əsas götürərək 514.000 manatdan yenə 100.000 manatı çıxırıq, qalır 414.000 manat bölünsün nə? Məsələ buradadır. Biz burada yuxarıda bunu neçəyə bölmüşdük? Avadanlığın ümumi istehsal gücünə, yəni 40.000 saata. 40.000 saata bölmüşdük. Burada isə artıq biz bunu 40.000 saata yox, 23.000 saata bölə bilirik. Nəyə görə? Çünki artıq biz bunu 9.000 saat bir istifadə eləmişik, 8.000 saat bir istifadə eləmişik. Deməli, biz bunu 17.000 saat artıq istifadə eləmişik. Yerdə qalan faydalı istehsal gücü 23.000 manata, 23.000 saata düşmüşdür. Yəni, biz yeni yaranan dəyər 514.000 manatdan çıxırıq ləğv etmə dəyəri 100.000 manatı, yerdə qalır qalıq dəyəri 414.000 manat. 414.000 manatda təzədən 40.000 saata bölmürük. Nəyə görə? Çünki biz 2 il bunu artıq faydalı istehsal gücündən azaltma olub. Çünki bu 17.000 saat artıq işləyib. Deməli, yerdə qalan 23.000 saata bölürük və 1 saata düşən amortizasiya məbləğinin 10 manatda deyil, 18 manat olduğunu görürük. Belə olan halda isə bizim amortizasiya məbləğimiz nə qədər olur? 18 manat olanda burada amortizasiya olur. Neçə saat istifadə eləmişdik? 10.000 saat vurulsun 18 manata. Bu da bərabərdir nə qədər? 18-ə. Bu da elədi 180.000 manat. Deməli, biz 180.000 manatdan 100.000 manatı çıxdıqda yerdə qalan 80.000 manat fərq bizim yenidən qiymətləndirmə üzrə ehtiyat məbləğindən bölüşdürülməmiş mənfəətə transfer olunacaq məbləğ olacaqdır. Çalışdım ki, yoldaşlar, bunu sizə sadə, bacardığım qədər sadə dillə izah edeyim. Ümidvaram, faydalı olar. Mən yenə də bacardığım qədər vaxt olduqca çalışacağam ki, bu cür videoları sizlər üçün paylaşım. Ümidvaram ki, az da olsa sizə faydası olur.